Liderin uğur qazanmış insanın, rəhbərin heç vaxt dostu olmur. Onun ya tərəfdaşı olur və yaxud da düşməni, rəqib olur. Əgər sən həyatda uğur qazanmaq istəyirsənsə, əgər lider olmaq istəyirsənsə, bunu gözə alacaqsan. Hətta lider belə o insana deyilir ki, komandada stres durumu yaradır və həmin o stres durumunu idarə etməyi bacarır. Dünyada hər bir şey olduğu kimi stressdən də sadəcə olaraq instrument olaraq istifadə etməyi bacarmaq lazımdır. Yəni bir çox həyatda produktiv şeylər məhz stresin nəticəsidir. Hər adam stres yarada bilir, amma onu idarə etmək yalnız liderlərə məxsus olan keyfiyyətdir. Ona görə digər insanları hətta sən idarə etmək istəyirsənsə, birinci özünün stres durumunu idarə etməyi öyrənəcəksən, əziz dostum. Təklikdən qorxmayın, təklik və stresi düzgün idarə edin. Çünki qazandığımız bir çox uğurların nəticəsi məhz stresin nəticəsi olur. Tənha olmayın, yalnız olmayın, fərdi olun, individual olun. Seçilməyin, seçin. Hər birinizə uğurlar, növbəti görüşlərə qədər. Hələlik.